Salam, hörmətli izləyicilərimiz. YouTube kanalımızın ikinci bölümünə xoş gəlmisiniz. Bugün ikinci bölümdə sizlərlə yenə fərqli dadları sınayacağıq. Bugün hələ ki, mənim də xəbərim yoxdur nə yeyəcəyik, hansı yeməkləri, hansı ölkənin yeməklərini dadacağıq. İndi birazdan sizlə bərabər həmin yeməkləri görüb dadacağıq. Özünüz necəsiz Banan xanım? Çox sağ olun, yaxşıyam, siz necəsiz? Nə olub, xəstələnmək istəyirsən? Biraz xəstələnmək deməyək, stres deyək. At ətinin təsiri oldu boğaza? Yox, əksinə o mədəmə düşdü deyə daha biraz stresim azaldı. Bibiniz necədir? Tutuş bibim yaxşıdır. Maraqlı dadı var. Soğan çoxdur. Dəqiq atacaq. Yemək hayfırca elədi nə yemək. Ay dədə, bu nədir? Ay, bu nədir? Qəşəngdir, mən xoşuma gəldi. Nə bilim, belə tək qoyub qabağıma yemərəm də yəni. Bu dadlıdır. Bal sisteminə keçək. 4-5. 10, 6, 7. 5. Dadlıdır. Xoş gəlmisiniz. Salam. Təşəkkür. İzləyicilərə biraz bu layihə haqqında məlumat verə bilərsiniz? Bir dənə çox üzr istəyirəm. Nədir o ortaya qoymusunuz? Bu Badam xanımın nədir? Tutuş bibisinin bir sənət əsəridir. Sağ olsun bizə hədiyyə elədi. İçində cadu olar, diqqətli olun. Yox, cadu deyil, amma ayinlərdə zət istifadə edilir məncə. Çox kreativ bizim mikrofonumuz belə maraqlı formada təqdim olunur. Necəsiz? İnşallah belə dana, yavaş-yavaş. Siz and içmisiniz də? Hay ha. Ləhcə məndə ən önəmli şey. Bu gün nə yeyəcəyik? Bu gün nə yeyəcəyimiz bilmirəm, amma onu bilirəm ki, keçən səfərki çox dadlı idi da yəni. Bu nə idi? Başına dönüm, ala bunu. Ala. Keçən səfər Amma az idi, evə də sulu bir vermədi. şey gözləyirdin. Hə, sulu bir şey gözləyirdim. Keçən səfər dediyim kimi də sulu yeməyə biraz fikir Niyə sulu? verərik. Hə? Niyə sulu? Çörəklə, zadla belə Doyasın. hədə loxmanı batırım getsin də rahat. Xanım salam. Salam. Necəsiz? Çox sağ olun, necəsiz? Dağlı qarlar aşaraq, yoxsa qarlı dağlar aşaraq? Hər ikisi. Səyahətiniz necə keçdi? Ağrılı. Niyə? Çox yorulmuşam. Xizək sürməkdən əsas gəlirəm. Full gün xizək sürmüşəm. Neçə dəfə yıxıldınız? 3-4. Elə də çox yox. Necəsiz? Sağ olun, yaxşıyam, siz necəsiz? Yaxşı olun. Bugünkü yeməklə bağlı fikriniz var nəsə? Yox, əslində. Nə olmasını istəyirsiniz? Nə olmasını? Yaxşı yemək olmasını istəyirəm. Yəni çox- Qəribə yemək olmasın da, yəni Yaxşı, sizin- öyrəşdiyimiz yeməklər var. Sizin ağız dadınız necə yemək istəyir? Azərbaycan yeməkləri. Öyrəşdiyimiz Azərbaycan yeməkləri. Amma bilirsiniz də, yəni bu layihədə dünyanın fərqli ölkələrindən. Başqa heyvanlar, qəribə heyvanlar ətləri. Yəni məsələn Çin mətbəxindən qurbağa əti gəlsə, Şəxsən gözləyirəm. Olacaq. Gələr. olacaq, amma bu gündürmü bilmirik. Birazdan biləcəyik. Keçən səfərki menyudan sonra, yəni müxtəlif ətlər, müxtəlif qidalar var idi. Hal-hazırda yəni bir təxmin yürüdə bilmirəm hansı ölkənin. Bu gün maraqlı yeməklərimiz var. Hətta Amma zənn edirik ki, mədəni sevəcək bu yeməkləri. onda daha 2 qat daha çox xoşbəxt olar. Həyəcan varmı? Həyəcan biraz. Desertimiz də var bu gün. Hətta Bəli. bugün bayramdır ki. Nə deyək, nuş olsun. Çox sağ olun. Bir də sual versəm olar. Buyur. Ət var yeməkdə. Ət. Orta Asiyada ət olur. Ona da olar. Ət olsun təki. Hal-hazırda hansı mətbəxi gözləyirsiniz? Hansı ölkənin mətbəxini? Mən əslində indi acam. Azərbaycan mətbəxi olsa yeyərdim. Və yaxud da ki belə sushi falan. Yəni mən də Asiya Var. mətbəxini gözləyirəm. Asiya. Hə, Asiya mətbəxi qəşəng olar. Keçən dəfə necə idi? Bəyəndiniz Mən keçən çox dəfə? bəyəndim. Çox pis idi. Çox Sizin ürəyiniz bulandı hətta. Hə, yəni çəkilişdən sonra belə nə qədər ürəyim bulanır. Yox, mənim çox xoşuma gəldi. Sən Tam- onsuz da midəsizsən məncə. Bu gün Orta Asiyadan bir ölkədən yemək gələcək bura. İnşallah. Amma Əsas hansı odur, ölkədə bilmirik. hər fərqi yoxdur da. Yəni biz hər şeyi yeyənik. Tək ət olsun. Bir də ki, xahiş edirəm bol olsun. Keçən səfər boşqafdan güclə qopardı. Nəyi sevmir Zaur? Nəyi sevmir? Vallahi hər şeyi yeyirəm. Bir dənə o keçən səfər daş kimi oldu. Qurut. Hə, qurut. Yəni daş kimi ağzım sement olmasın, belə hər şeyi yeyərəm. Tarakan gəlsə yeyərsən. Əqrəb də yeyərəm. Özüm əqrəb bürcü olaraq yeyərəm.
Çünki maraqlıdır. İnsan həyatda hər şeyin dadına baxmalıdır. Əslində bilmirəm, mən həmişə fikirləşirəm belə görsən nə olacaq yemək, amma özbək mətbəxi ağlıma gəlibdi. Niyə? Amma bilmirəm. Bəlkə aş istəyirəm. Okey. Başqa mətbəxlərdən yeməklər gəlsə, ən sevmədiyiniz yemək hansıdır? Yoxdur. Bütün yeməkləri sevirsiniz. Yox, yeyərəm yəni. Keçən fəşləri bəyəndiniz? Normal. Salam əleykum. Aleyküm. Maraqlı bir şey oxşuyur. Sizcə nədir bu? Sanki xəncərin arasına evdə qalan şeyləri yığıblar, yemək yaradıblar. Şarma. Yəni onu deyərdim, lavaşın arasındadır da. Bu günə qədər şarma yemisən heç? Nə qədər? Şarmanın xəssəs deyiləm. Bu özbək mətbəxinə aid bir yeməkdir. Milli yeməklərdir. Xəmirdir. Kartuşkadır, ətdir. Bu yeməyin adı xanımdır. Bu lazanyaya oxşuyur daha çox. Xəngələ oxşuyur. Yəni əslində Xəngələ oxşamıram. Əslində xəngəli o sənin eləyirlər, kartoşka, ət Azərbaycanda. Bəzi bölgələrdə kartoşka ilə falan eləyirlər. Badam xanım, hal-hazırda qarşınızdakı yeməyin adı da xanımdır. Nə maraqlı. Bəli. İncə olduğu üçün ona xanım deyirlər özbəklər. Maraqlı görüntüsü var. Yəni üstünün belə xəmirinin də hiss olunur ki, Bəli. Bəzən onun üzərinə tomat töküb verirlər. Bu gün bizdə tomatsız olan variantıdır. Bir yeyin baxaq görək fikriniz nədir? Kartof iyi çox gəlir. Yeyə bilərəm. Nuş olsun. Başına da mən çəngəllə yeyən deyiləm. Üzrü hesab eləyin day. Yəni izləyicilərdən üzrü hesab etsin, halal eləsinlər göz haqqın. Dadı necədir? Dadı soğanı çoxdur elə. Nə oldu? Qərar verənə qədər mən bir özümü yoxlayım. maraqlı dadı var. Nisbətən duzu azdır. Bir də əti sanki tam belə bizim bişirdiyimiz kimi tel-tel ayrılmayıb. Yəni biraz daha diri qalıb əti, amma daha duzlu və əti daha çox bizə daha Sizcə ləzzətli əti olar. niyə diri qalıb? Məncə xəmirin arasında məsələn çox az qoyulub, xəmirin arasına belə qoyulub bişib deyəm. Bəlkə başqa ət də onun içində yediniz. O da ola bilər. Soğan çoxdur. Əslində soğan az olmalıdır. Mantı yemisiniz, mantının dadı gəlir. Oxşuyur. Onda da kartofdur, çox olur. Onun dadı çox gəlir. Amma belə gedər. Bu mayonezlə falan yemək olar. Bunun üstünə tomat töküb yeyirlər Tomat? normalda. O da olar. Hətta Amma tomatın içində çimizdirirlər bunu. Hətta. Qıpqırmızı olur. Çox dadlıdır. Sən həftələrlə çörəyim. Az qoyurlar qardaş. Vallahi mən bu şarma kimi yeyirəm. Xəmiri gürcüxan gəldi. Ona oxşuyur. Amma mən ənə yeyirəm. Amma ət bilinir at ətidir. At əti olduğu bilinmir. Mal əti olmadığı da bilinir. Dəqiq at ətidir. Səncə? Amma eşeği də ola bilər. Bəyənməyə yedim qurtardım onu. Deyinə. At əti deyinəm, nə ətidir. Yeməlidir əslində. Sadəcə olaraq restoran biraz əti azaldıb, soğanı çoxaldıb deyəsən. Əti az qoyub və Ətdən ad verir. topa qalıb ətlər içərisinə. Bir tərəfində qalıb, bir tərəfində yoxdur məsələn. Bəyənmədin? At əti yoxdur burada, narahat olma. Dəqiq. 100%. Dadı bir tərdir. Nə təhərdir? Bilmirəm, ya yaxşı bişməyib. Ya da ki at ətidir. Dördən at ətidir. Birini də ye, özün qərar Yox, ver. bəsnə. Birini ye, olmaz axı bizim. Ürəyimi bulandırır. Ətdən çox soğan var. Hə, soğan. Dəhşət çox soğan var. Onsuz da ət qalmayıb, baxın siz. Kartof məncə qəşəng, mən xoşuma gəlir. Məsələn. Dadlıdır. Basit bir dənə ət tap verir ona. Bəsdir, nə olar? 100% at ətidir. Ya, gəl bax. Burada qəşəng ətkiklərimiz var. Gözəl. Soğan da çoxdur. Əti yeyir də. Xəmirini isə ət çıxar. Xəmirinlə bir yerdə götürün də. Yemək hayfı, zay elədin yemək. Soğandır, kartofdur, ətdir. Bunlar çox aydın hiss olunur.
dadları tutamışdı. Amma dediyim kimi sadəcə ət biraz daha bərk gəlir mənə. Çünki at ətidir yediyiniz. Mən çox xoşuma gəldi, cidden çox xoşuma gəldi. Soğanı misal üçün biraz az eləyirsən, əti də biraz çox alırsan üçün. İndi Azərbaycanda ət çox yeyirlər. İnsanlar elə biləcək ki, mən yemək seçən bir insanam da. Amma həqiqətən elə deyil də. Əslində mən çox belə yemək yeyən biriyəm də. Hə, çox yemək yeyən biriyəm, amma ki, elə yeməklər götürürsün, yeməli deyil. Yeməli, çox qəşəngdir. Acıdır. Yəni getmədi elə bir. Acı kayla gedər. Bu tomatla tam getmədi. Tomatın dadı ya yaxşı deyil, amma acı kayla gedər. Valla bəyənməyə qutarmısınız, tutun. Hə, acam. Nuş olsun. Gəlsin növbəti yeməyimiz. Qabda yeyir. Elə o qədər acam ki bu dəqiqə. Sarımsaqlı kök gəlir. Özbəklərin sevdiyi bir salat. Adi kök. Qoxusuna baxın. Tamam. Sarımsaqlı. Ay, ən sevdiyim Sarımsağı sevirsiniz. çox. Sarımsaqlı olan hər şeyi sevirəm. Soğan və sarımsaq. Yox, mən Amma bayaqki kimi soğan yox. Onda birinci siz başlayın. Mən başlayayım. Yəni biraz dadına baxın. Hər şey Gerisini Məsələn, Səviş hər şey sarımsaqla yeyir. Yes. Bütün yeməklər sarımsaqla yeyir. Mən amma yəni elə şey qarşıyam da, yəni sarımsaq yeyirəm. Vay dədə, bu nə də? Sarımsaq yeyilir. sarımsaq Mən yemirsən belə- sən. Qətiyyən də. Onda nuş olsun. Bol sarımsaqlı kök salatı. Ay dədə. Nuş olsun. Amma qulpdan baxım. Əlim ayağım əsri Allah hamd olsun. Bu mənə əslində yad olmayan bir daddır. Bu mən sevirəm, xoşuma gəlir. İçərisində sarımsaq falan var deyə bəyənirəm bunu. Sevirsiniz sarımsağı? Yemək sarımsağı. Sarımsağı sevirəm, bəyənirəm. Ən çox da sevilmiş balıq, soyutma kartof, bir də sarımsaq turşusu. Acısını çox qoyublar. Sarımsağım. Yaxşıdır, yaxşı olmaqla. Prosta bunu nə bilim belə tək qoyub qabağıma yemərəm də yəni. Niyə? Salat kimi salat deyil. Yemək kimi deyirəm. Mənlik deyil. Heç mənlik deyil ha. Adi kökdə sarımsaqla köküsü. Sadəcə bu. Bəyənsən. Dəhşət dərəcədə sarımsaq var da, dəhşətli dərəcədə. Sən bəyənərsən, sən xoşuna belə şeylərdən. Bəyəndim. Bu belə tək-tək yeyilmir də, bunun yanında nəsə olmalıdır. Özbək aşı gətirək onun yanına. Olar, əla olar hətta. Üzünüzdə gülüş açılır. Ət görəndə çox xoşbəxt oluram. Çox sevindiniz. Mən noxud yeməmişdim heç özbək pilavı. Birinci dəfə deyirəm içinə noxud olur. Üstündə dinozavr yumurtasıdır. Bu boyda olur dinozavr yumurtası. Səncə nədir o? Yumurta yoxdur həqiqim. Yox, yumurta da əlbəttə, amma nə yumurtasıdır? Nə yumurtasıdır? Bildirçin deyil. At yumurtamır, narahat olma. Bildirçin yumurtasıdır. Bildirçindir. Özbəkistanın toy aşı. Deyəsən sənin bəxtine at Yaxşıdır. əti gəlib bura. At əti gəlib. Aha. Ətin biraz bol qoyardım da nə? Hal-hazırda at əti yoxdur. Çox şükür yarım. Yəni ümumi bütün yeməklər dana ətidir. Yox. Biraz əvvəl yediyiniz xanımın içərisində at əti var idi. Amma qəşəng idi. Mən xoşuma Nuş olsun Sabinə xanım. Daşda. Sağ ol. Mən çox sevirəm bu yeməyi. Dəhşət sevirəm özdə. Bu doğrudan da fərqlidir. Məsələn, noxud, kök var içində. Bir də deyəsən zirinç var. Məsələn, Bəli. bu fərqlidir. Maşallah bu gün daha iştahlısın. Ha. Nə gəlir hamısını Hamısını yeyirsən. Özə siyirirsən, belə əməl var, barmağınla. Necə lazımdır. Mən bu yumurta nə dərəcə pis olub belə? Ayda. Ay, bu nədir? Nə dadı gəlir? Ədviyyat dadı gəlir. Mən bibər, soğan, sarımsaq,
Yeyən deyiləm də yəni. Dadı möhtəşəmdir. Nuş olsun. Bunu yeyərəm. İcazənizlə də, yəni bağışlayın da. İnan yerdən də olsa yerdən oturub yeyərdim. İnanmıram bu dəfə at əti yoxdur. Qəşəngdir, mən xoşuma gəldi. At ətinə oxşayan dadı yoxdur. Ya at ətidir oradan bu. Mən bundan bunu Yox, qarışdırmaq istəyirəm. Onda olacaq badam aşı. İndi baxacağam. Çox xoşduram yeməkləri qarışdırmağı. Buyur. Siz heç mi salatla aş qarışdırıb yeyirsiniz? Ən sevdiyim yemək ya da kartoşka qızartması ilə dolğa. Möhtəşəm dadır da. Qəribəsi də budur. Starçı salatla ayrı bir daddır, aş ayrı bir daddır. Yəni bunu necə birləşdirib yeyəsən? Allah səbir versin. Amin. Cümləmizə, bütün evlilərə. Gələn dəfə siz evlilikdən öncə şəklinizi gətirərsiniz, burada yayımlayarıq. Baş üstə. Haydi onda çox arıq idim. Evlənəndən Haydi sonra nə dadlı kökəlir. oldu. Mən normalda yeməkləri qarışdırıb yemək istəyirəm. Yəni hal-hazırda bunu izləyən özbəylər, yəni gözü yaşlıdır da yəni. İstənilən ölkənin yeməyini yeyən, yəni mən yesəm, hər kəsin gözü yaşlı olar. Yəni mən Özünə uyğunlaşdırırsan. bəli, hətta yəni düşünün ki, mən dolğanı nar şərabla yeyən biriyəm. Bu artıq toy aşı deyil. Bu badam aşıdır. Mən belə ədviyyatlı yeməkləri sevmirəm. İçində nəsə bilmədiyim bir ədviyyat var, onu sevmirəm. Mən normalda əti belə yeməyi sevmirəm. Əllə yeməyi sevirəm. Ət, balıq, kəllə. Yeyilir əllə. Amma doğrudan ləzzətli olub. Bu nədir sizcə? Yağdımı? Yox, şirədir. Bu şirədir, amma şirniyyatdır, avtomatik şirədirsə bu heç, bunu bildik. Amma nəyin qabığıdır onu bilmirəm. Bamiyənin isinə oxşuyur əslində. Baxıram dadına. Tadına bax. Böyük götürdüm deyəsən. Dadı da oxşuyur bamiyəyə. Məncə Yəni mən şirniyyat yeyən biri deyiləm. Amma pis deyil. Qəşəngdir. həmir də bu. Bu yanında çayla gedər. Ya açığı limon qabığına da oxşuyur. Badam xanım buna nə ad qoyar? Aynaxrı şirniyyatı. Niyə aynıqlı? Evdə un, su, yumurta qarışdırıb tavada qızardırsan. Maaş gəlinə qədər. Bəli. Bu çakçadır. Şirniyyat o. Bəli. Xəmirdir. Fərqli hazırlanır, yağda qızardılır, daha sonra üstünə bal və ya şərbət əlavə olunur. Bəli. Belə. Kişmiş Daşkənd kişmişidir bu arada. Bax gör bizimkilərdən fərqlənir. Hal-hazırda Eyni kişmiş şeydir. eyni şeydir. Hansısa meyvənin qabığıdır da bu 100%. Mürəbbə eləyibdilər, onu da qurudub eləyibdilər. Bir də bax gör qabıqdır ümumiyyətlə. Bəyəndiniz deyəsən. Bu nədir tam olaraq? Xəmirdir, adi. Fərqli Xəmir xəmirdir. üstündə şərbətdir, yoxsa baldır? Siz qərar verin, nədir o? Əslində o qədər də şirin olmadığına görə düşünürəm ki, şərbətdir. Şərbət daha çox şirin olmur bəyəm. Yox, məncə bal daha şirin olur. Bal bahadır, hələ ki qatmır. Hər yer bal verməz. Baxalımsınız bunu? Bax bunu. Buna görə qərar verəcəm, bal da yoxsa. Şərbətdir. Duzlu bir şey yoxdur. Bəşər bəyəndim. Ən çox bunu bəyəndim. Normalda turş dad daha çox sevirəm. Amma bu dadlıdır. Deyəsən bəyəndiniz. Bu xoşuma gəldi. Yəni şirnisi insan ürəyini bulandıracaq dərəcədə deyil. Dadlıdır. Nuş olsun. Özbək və tatarlarda daha çox məşhur. Bəli. Məncə bunu Azərbaycanın eləyək.
Burada yenə öz menyunuza nəsə qatmaq istəyirsiniz? Badam variantı nəsə? Mən olsaydım bunun üstünə limon sıxıb yeyərdim. Onda sıxsaydınız adını nə qoyardınız? Normalda çakçadır. Normalda çakçadır, düz dedim adını. Mən bunu tutuş qoyardım. Nə? Tutuş. O niyə? Ən sevdiyim bir insanın ləqəbidir. Bunu da bəyəndim deyə onun adını verərdim. Nuş olsun. Çox sağ olun. Hansı yeməyinə görə bal verərsən Zaur? Birinci yediyimə bütöv 10. Lübürt getdi də yəni. O düyüyə verərəm 10. Kökə 0. Yəni qətiyyən də yəni belə. Şirniyyat da ki 10. Qəşəng, ideal bir şeydir. Yəni kökdən başqa digərləri hamısı 10-dur da. Hə, hamısı 10-dur. Çünki gördüyünüz kimi də yeyən adam yedim, ləzzətli qəşəng. Birinci yeməyə, xanım yeməyinə 1 xal verirəm. Sən? 10 xal verirəm. Mən ən çox sevdiyim o. Heç bəyənmədim. Yəni çox qəşəngdir. Yəni bir tam Azərbaycanlı insanın dad şeyinə görə idi. Vasifin ağzının dadının olmadığını görürsüz. Yeməkləri mən bişirirəm, onu nəzərə alsaq. Necə yeyirsiniz bəs? Mən xoşladığım yeməkləri eləyirəm. Mən istədiyim kimi eləyirəm. O xoşladığı yeməklər fast food olduğuna görə, yəni bunu çıxaq. O verdiyi 1 xalı 10 xal olaraq dəyərləndirə bilər. Belə olmazaq dedik, səs salatsaq, xahiş edirəm. İkinci Neydi yemək ikinci salat. Salam. Sonuncu Özbək aşına 8 verirəm. 4 5. 5 çakça. Şirniyyat. 9. 10. Çayla bir dənə çay çatmır o. Yaxşı, sənsən 10. 10. Armud stəkan çay bəsdir. Hə, düz. Əla gedər. Xanıma 10 vermək istəyirəm əslində. Xanımdır deyə 10 verirsiniz. Hə, vermək istəyərdim amma vermirəm, xoşum gəlmədi. Heç də soyuq idi, ona görədir. 5. 5 verərdim xanıma. Özbək aşı. Özbək aşı. 6-7. Kök. Kök üstündə salat döyürdü. Kökü doğramışlar, qoymuşlar, adını qoydular ki, kök salatı. Sarımsaqlı. Hə. Bir dənə sarımsaq qoyublar. Çakça. Şirniyyat. Mən şirniyyat qəşəng idi. Şirniyyata 8 ya da 9. Xanım 5. Sonra Kök salat. kök salatı 10. Əslində 10 yox, 9. 9. Sonra aş 4. Bu günə qədər hər hansı başqa vaxtda özbək aşı yemisiniz? Hardasa? Mamam eləyib bilmirəm. Nə qədər dərəcədə Mamanın özbək elədiyinizə neçə puan aşıdır. verirsiniz? 10. Gələn dəfə mamanız eləyib bişirib gətiribsiz. Yaxşı. Hə, şirniyyata da 10.